Rəhman və Rəhim olan Allahın adıyla. İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey Tövratı, İncili və Zəburu nazil edən, ey sərin kölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Qur'anı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və peyğəmbərlərin Rəbbi. İlahi, səndən istəyir və səni and verirəm, öz kəramətli vəkinə, öz nurlu vəkinin nuruna, əzəli mülkünə, səltənətinə. Ey həy, ey qəyyum, səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdır. And verirəm o adına ki, onun səbəbi ilə əvvəldəkilər və axırdakılar islah olar. Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan, ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki səndən başqa bir tanrı yoxdur. İlahi, Mövlamıza bizi hidayət edən, özü də hidayət olunmuş, sənin əmrinlə haqq ədalətin bərqərar olması üçün qiyam edən imama, sənin salavatın ona və onun məsum ata-babalarına olsun. Yeryüzünün şərq və qərbində, səhra və dağlarında, quruda və dənizində olan bütün mümin kişi və qadınlar tərəfindən Allah ərşinin vəzni, kəlmələrinin qədəri, elmini saydığı kitabının əhatə etdiyi qədər salavat göndər. İlahi, bu günün sübündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan beyyətini təzəliyirəm və heç vaxt o beyyətdən əl çəkmərəm. İlahi, məni o həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən, ona lazım olan köməklərə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver. İlahi, əgər ölüm hökmü bəndələrin üçün labüd və qaçılmaz qərar verdiyin hökm mənimlə o həzrətin arasında ayrılıq salsa, məni imamın zühurunda kəfən geydiyim, qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə qiyama dəvət edən carçının dəvətinə ləbbeyk, qəbul etdim deyən halda qəbrimdən çıxart. İlahi, rəşid, parlaq, sima, haqq və düz yola hidayət edən nuru, bəyənilmiş gözəl alnı mənə göstər. Ona nəzər etməklə gözümə şəfa ver. Onun fərəcini sürətləndir, zühurunu asanlaşdır, yolunu genişləndir, məni onun yoluyla apar. Əmrini nüfuzlu et, arxasını möhkəmlət. İlahi, onun səbəbi ilə bizim ölkələri abadlaşdırıb bəndələrinin mənəviyyatını dirilt. Çünki sən buyurmusan və sözün də haqdır. Fəsad quruda və dəryada, cəmaatın kəsb etdikləri pis əməllərə görə zahir oldu. İlahi, bizim üçün öz vəlini, sənin rəsulunun adı ilə eyni adda olan, rəsulunun qızının oğlunu zahir et ki, batildən bir şey qalmasın və həzrət onu tarmar etsin. Haqqı bərqərar edib möhkəmlətsin. İlahi, onun məzlum bəndələrin üçün sığınacaq, səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, kitabının icra olunmayan qanunlarını yeniləşdirən, sənin dininin
Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver. İlahi, onu zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görünməsi və ona dəvətində tabe olanların vasitəsilə öz Peyğəmbərin Məhəmmədi sevindir. Ondan sonra bizim çarəsizliyimizə rəhm et. Onun zühur edib hazır olması ilə bu ümmətin müşkül və giriftarçılıqlarını aradan qaldır. Bizim üçün onun zühurunu tezləşdir. Həqiqətən onlar bunu, zühuru uzaq, biz isə yaxın görürük. Səni and verirəm öz rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi. Tələs, tələs, ey Mövlam, ey sahibə zaman.